əllərin uyuşması, çiyin boyun ağrıları, boyundan başa vuran ağrılar, qulaqda yaranan səs-küy problemi, gözlərimin önü qaralır, başım gicəllənir deyən insanlar, yəni boyun osteoxondrozdan əziyyət çəkənlər, el arasından buna duzlaşma da deyirsiniz. Baxın, bu problemləri köklü şəkildə aradan qaldırmaq mümkündür. İnsanlar müraciət edir, 5 ildir, 15 ildir, 10 ildir bu problem mənlədir. İstifadə etmədiyim dərman, vasitə, xarici üsul qalmayıb, daha inamım qalmayıb, ölənə qədər bu ağrılarla yaşamalıyam. Xeyr, baxın, düzgün şəkildə müdaxilə eləməmişsiniz problemə. Problem daxilidir, buna xarici müdaxilə heç nə edə bilməz. Bu problemdə orqanizm təmizlənməsi lazımdır, damarların açılması lazımdır, duzlaşmanın bədəndən xaric olması lazımdır. Ümumilikdə baxın, kirəslənmə aradan qalxmalıdır, orqanizm təmizlənməlidir. Daha sonra yeyilmiş qırdaq var boyun fəqər arası, o bərpa olunmalıdır ki, problemi 3 ay, 5 ay sonra təkrarlanmasın. Bir də beyin qan dövrü bərpa olunmalıdır. Mən bunun üçün sizlərə dərman deməyəcəm, xarici müdaxilə deməyəcəm, şərq təvəllüdə məxsus üst məhsul deyəcəm. Siz bu üst məhsuldan istifadə edərək sadaladığım problemlərdən bir dəfəlik canınız qurtula bilər. Hansı məhsullardır? Tibet təmizləyici çayı. Orqanizm təmizləyəcək, duzlaşmanı bədəndən xaric edəcək. Orqanizm təmizləndikdən sonra baxın, bununla yanaşı istifadə olunsun Tibetin kalsiyumu. Bilirsiniz niyə Tibet kalsiyumu? Çünki iyonlaşmışdır. 98% soğurulması var, çöküntü vermir. Gedəcək o kalsiyum səndə qırdaq yerməni bərpa edəcək ki, 3 aydan 5 aydan sonra bu problem təkrarlanmasın. Üçüncü də istifadə ilə lestinli beyin kalsiyumu, beyin qan dövrünü normal salacaq. Tam təbii məhsullardır, insan orqanizmə heç bir ziyanı, zərər yoxdur. Nəticəsində 100% garanti verilir. Ətraflı məlumat üçün səhifədə əlaqə nömrəmiz var. Əlaqə saxla, köməklik göstərək.